Bir ildən çoxdur ki, Azərbaycanın müxtəlif bölgələrində ehsan süfrələrinin yığışdırılması ilə bağlı mütəmadi xəbərlər sizə təqdim edirik. Daha belə bir xəbər isə Şəmkir bölgəsindən gəldi. 13 fevral tarixli və gündəm xəbərin efirində bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Şəmkirdə yasda ehsan verilməsinə müəyyən dəyişikliklər edilib. Həmin dəyişikliklər nədən ibarətdir, onu diqqətinizə çatdırırıq. Belə ki, Şəmkir rayonunda yas mərasimlərinin təşkili ilə bağlı yeni qaydalar qəbul olunub. Rayonda ehsan kimi isti yeməklərin verilməsi yığışdırılıb. Şəmkir rayon Ağsaqqallar Şurasının müraciətində sakinlərə yas və dəfn mərasimlərinin sadəliyinin qorunması tapşırılıb. Məlumata görə dəfn günü hüzur yerində masaya əza dəftəri qoyulmalı, qonaqlara halva, limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək və yuxa təqdim edilməlidir. Həmçinin 7 mərasimi ilə 3 mərasimi birləşdirilməli və mərhumun yalnız 3-ü keçirilməlidir. Və həmin gün də yenə də eyni qaydada limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək və yuxa olmaqla masaya təqdim olunması tövsiyə olunur. Eyni zamanda adına kimi bilinən mərasimlərin, yəni cümə axşamlarının isə ləğv olunması istənilir. Qaydalara əsasən vəfat edən şəxsin 40 mərasimində də eyni, az öncə təqdim elədiyimiz, həmin sadaladığımız nemətlər, yəni limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək, yuxa və plov süfrəyə verilməlidir. Qeyd olunub ki, dəfnindən sonraki ikinci gün və 40 mərasimindən bir gün əvvəl yalnız çay süfrəsi təşkil olunmalıdır. Şəmkir rayon Ağsaqqallar Şurası sakinləri bu tövsiyələrə əməl eləməyə çağırıb. Qeyd eləyək ki, gündəm xəbər bu məlumatı milli aza istinadən diqqətinizə çatdırdı.